Biznes Evunda elan bazasında axtarışınızı asanlaşdırmaq üçün olan funksiyonallıqlarla daha ətraflı tanış olaq. Burada siz sizə uyğun olan, istənilən xüsusiyyəti seçdikdən sonra, məsələn, elan növü seçmişik, alqı-satqı tətbiq etmişik, əmlak növü mənzil təyin etmişik, şəhər olaraq da Bakını seçirik və tətbiq edə basırıq. Bundan sonra əgər bu sizin axtardığınız funksiyonallıqlar olan evlərdirsə, artıq onlarla bir-bir tanış ola bilərsiniz. Siyahıdan istənilən evin üzərinə basaraq siz həmin ev haqqında daha ətraflı məlumat əldə edə bilərsiniz. Burada evin şəklini, neçə otaqlı olmasını, sahəsini, eləcə də çıxarışı var yoxsa yoxdur, neçənci mərtəbədə yerləşir, otaq sayını görə bilərsiniz. Elan haqqında daha ətraflı məlumat əldə edə bilərsiniz. Eləcə də istifadəçinin adı, mülkiyyəti olub-olmamağı burada qeyd edilib və əlaqə nömrəsi burada qeyd edilib. Eləcə də hansı saytdan elan paylaşılıbsa, həmin sayta birbaşa olaraq da keçid edə bilərsiniz. İki çox önəmli funksiyonallıqlardan biri işarələr və qeyd hissəsidir ki, bu bölümdə bunlarla daha ətraflı tanış oluruq. İşarələr sizə öz elanlarınızı daha yaxşı idarə etməyə imkan verir. Məsələn, siz bu ev haqqında, bu evlə tanış olmusunuz və bunu artıq siz şəkillərini istəmisiniz və bu elanı hər hansısa bir başqa saytda artıq öz elanınız kimi paylaşmısınız. Bu zaman mənim elanlarım kimi bu evi işarə edə bilərsiniz. Və yaxud da digər evə keçid edirik. Bu evə keçid edib yenə baxırıq və bu ev bizim axtardığımız xüsusiyyətlərə malik olan evdir və mülkiyyətçi ilə əlaqə saxlayırıq və evin şəkillərini istəyirik və o artıq evin şəkillərini sizə göndəribsə, bu zaman mülkiyyətçi şəkilləri göndərdi işarəsini əlavə edirsiniz ki, artıq növbəti dəfə bu evə girəndə hansı mərhələdə olduğunu sizə aydın olsun. Eləcə də ola bilər ki, bu ev dəyərindən aşağı qiymətə satılır və siz artıq buna dəyərindən aşağı işarəsini əlavə edə bilərsiniz. Və yaxud da ki, başqa hər hansısa bir işarə istəyirsinizsə, özünüz də ona uyğun işarə yaradıb, sizin axtarışınızda olan evlərə əlavə edə bilərsiniz. Bu işarələr sizə başqa necə kömək edə bilər? Siz bir neçə elanı öz elanınız kimi işarə elədiniz, artıq bunu əlavə eləmisiniz mənim elanlarıma, yəni saytda paylaşmısınız və yaxud da ki, sadəcə olaraq şəkillərini almısınız, amma hələ saytda paylaşmağa sizdə vaxt olmayıb. Girib ilkin sıralamada sadəcə olaraq baxıb, elanlarla tanış olub, o elanları mülkiyyətçi ilə danışıb, şəkillərini əldə etmisiniz. Və növbəti dəfə artıq siz Biznes Evona daxil olan zaman sütunda, sağ tərəfdə sütunda yerləşən işarələr hissəsindən mülkiyyətçi şəkilləri göndərdi işarəsini seçib axtarış edə bilərsiniz. Bu zaman hansı elanlar ki, artıq siz mülkiyyətçidən şəkillərini istəmisiniz, həmin xüsusiyyətə olan elanları siz artıq burada görəcəksiniz. Yəni, artıq bilirsiniz ki, bu mülkiyyətçilərlə danışmısınız, şəkilləri sizə göndəribdir və artıq onları işləyə bilərsiniz. Yəni, artıq onları öz platformanızda paylaşa bilərsiniz. Və yaxud da ki, sadəcə öz elanlarınızı görmək istəyirsiniz ki, hansı elanları paylaşmısınız artıq və onlar üzərində hər hansısa bir axtarış eləmək istəyirsinizsə, eyni qaydada axtarış mənim elanlarım seçirsiniz və tətbiq et basırsınız. Bu zaman yalnız sizin hal-hazırda işlədiyiniz elanları mənim elanlarım işarəsi altında görə bilərsiniz. Qeyd hissəsi isə burada həmin xüsusiyyətlərdə olmayan, lakin mülkiyyətçi ilə danışıq zamanı sizin özünüzün əlavə eləmək istədiyi bu ev haqqında olan qeydlər varsa yaza bilərsiniz. Məsələn, bu mülkiyyətçi qeyd edib ki, o yalnız 1% ilə işləyir və siz bu hissəyə 1% işləyəcək qeydini əlavə edirsiniz. Və ya bu evlə danışan zaman məlum oldu ki, bu evdə qaz yoxdur. Bu zaman siz qeyd olaraq qaz yoxdur əlavə edirsiniz və siz bu evi işləyən zaman sizə daha rahat olur. Yəni, istənilən bir şərt hansı ki, özünüz bura daxil edə bilərsiniz və bu qeydi yalnız siz özünüz görə bilirsiniz ki, bu qeyd əlavə edildi, bu ev haqqında əlavə məlumat sizə verir və bu əlavə məlumatları yaddaşınızda saxlamalı deyilsiniz. Bu platformada yazaraq
daha rahat şəkildə istifadə edə bilərsiniz. Yuxarı sağ tərəfdə də yenidən işarələr hissəsi görə bilərsiniz ki, buradan da istifadə edərək istənilən bir özünüzə uyğun işarələr yarada bilərsiniz.